Günümüzdə ASMR videoları və zaman uğursu olan görüntülər düşündürücü elmi videolardan daha çox tələbdədir. Təklif nədirsə, tələb də odur. İnsanlar artıq düşünmək istəmir, hisslərini oxşamaq istəyir. Ədalət, həqiqət yox, təhqir və alçalma maraq doğurur. Gör nə qədər qəribədir. Birinin sınması digərlərinin əyləncəsinə çevrilib. Və bəli, ən çox baxılanlarda elə bu səhnələrdir. Sanki hisslər yoxa çıxıb, yerini tamaşaya baxan soyuq baxışlar alıb. Rahat divanda oturan adamı mənim videolarım narahat edər, çevir düyməsini vurar. Bu cür videolar, yəni insanı düşündürən, həyatla bağlı suallar ortaya atan məzmunlar sosial şəbəkələrdə çox yayılmır. Çünki insanlar daha çox rahatlıq axtarır. ASMR, hipnoz kimi sakitləşdirici və beynini yormayan videolar isə daha çox izlənir. Onlar insana yaxşı his verir, fikrini yayındırır. Amma düşündürən videolar bəzilərinə çətin gəlir, bəziləri isə sadəcə baxmaq istəmir. Sosial şəbəkələrdə nə qədər çox izləyici istəyirsənsə, bir o qədər sadə, emosional və asan başa düşülən məzmun lazım gəlir. Bəlkə də bu, zamanın bizdən uğurladığı bir şeydir. Özümüzlə tək qalmaq bacarığı. Artıq tək qalmaq qorxulu gəlir, sakitlik darıxdırıcı sayılır. İnsan baş-başa qala bilmədiyi fikirlərdən qorunmaq üçün ekrana sığınır. Çünki orada sual yoxdur, sadəcə səslər, rənglər, keçici hisslər var. Bir düşün, niyə ağlayan bir insanın videosu milyonlarla dəfə izlənir, amma düşünən bir insanın sözləri 10 saniyədə keçilir? Çünki ağrı artıq hiss olunmur. Sadəcə maraqlı kontent kimi görünür. Empatiya yox olub. Yerini alqoritmin verdiyi təklif alıb. Bu da nəticədir. Ən çox baxılanlar ən az dəyərli olanlardır. Ən az baxılanlar isə səni dəyişdirə biləcək olanlardır. Bu video sənin hisslərini oxşamır, səni narahat edir. Bəlkə də məhz buna görə baxmağa davam eləməlisən. Çünki insanın dəyişməsi ən çox narahat olduğu an başlayır. Bəzən ən güclü təsir sevincdən yox, sarsıntıdan gəlir. Bəzən oyandığın an səssiz bir videodan yox, içində səslənən sualdan doğur. Əgər bu sənin üçün ağırdırsa, demək düz yoldasan. Keç növbəti hissəyə. Bu sadəcə başlanğıcdır.